Nə cür oldu ki, Çin əbəlqüdrət oldu? Baxın bura Maodan sonra Xiaoping rəhbəri Çin oldu. Və Xiaoping zamanı idi ki, در واقع اقتصاد Çin şükufu oldu. Xiaoping به معنای واقعی əhəmiyyətin verdi elm, teknoloji və iqtisada. Amma nə cür? Elə bu ki, yox, bəli, nə mənə daxili sənət vardı, onlardan himayət edib, xaricilər ötürüm. Xeyr, kamilən bərəks mənim sözüm. Kamilən bərəks o siyasətə qələt içində bu keşvər bizim ölkəmiz tutubdu. Neynədi? Tamamı karxanələr, sənətlər bütün dünyada fərq eləmir hansı ölkə. Və düşmən adında bizzat qoymadı qala Çin özünə. Mən bundan düşmənəm, ondan düşmənəm, bu olmaz, o olmaz, yox. Dedi, hər hansı ölkədə, hər hansı sənət, hər hansı çərxana istəyir, gəlsin bizim keşvərin içərisində montaj sürəcəsin. Baxın, bu, məsələn, deyirəm, yox, belə olsa bizim istiqlalımız gedər. Xeyr, dərhal ki, çet və cicana sözdür bu. İndi heç istiqlalımız yox. İstiqlal adında biz adımız yox bizim dünyada. Hop, indi bu nə cür oldu? Əvvəldə tamam keşvərlərdən, məsələn, neçə dənə brend deyirəm, məsələn, LG, Samsung, ya məsələn, maşınlarda BMW, Ferrari, hər nə mənə. Müxtəlif brendlər gəldi, Çində başladılar, çərxana qoydular, montaj elədilər. Öz tolidatını orada başladılar, cürgədilər. Sonra, onlar gələndən sonra sənaye daxili cürgənsin. Sənaye daxiliyə dedi, siz bunlarla rəqabət eləyəcəksiniz. Xarici çərxanalarla rəqabət eləyəcəksiniz. Və bais oldu. Sənaye daxiliyə Çinin meyarları, məsələn, Japon ola, Amerika ola, Kore Cənubi ola, onlarla rəqabət eləsinlər. Onlarla savaşsınlar. Yox, Çinlə savaşsın. Əgər qərar olaydı, Çin də bizim siyasətdən gedəydi qabağa, Çin indi daha bədbəxt ölkə idi. Nə sənəti vardı, nə bizzat. Heç adı yox idi. Amma Xiaoping bu aqilanə siyasətlə, həmin siyasətə baz ki, tamamı sənaye gəlir içəridə montaj zürgiri, onunla bir yol bahis oldu ki, Çin geçsin qabağa. Bizim indi iştibahımız hardadır? 2 dənə çərxana düzəlmişik, Saypa İran Xodro. Saypa, sən İran Xodro'na rəqabət elə. İran Xodro, sən də Saypana. Axı 5 avadlar, axı giclər, ikisi də İranıdır. İkisi də İranın teknolojisidir. Düzdür, ha, İran teknolojisi dəri bilirik, hamısı Çindən, tərrahlar, hamısı Çindən zətdən gəlir indi də. Bunları bilirik. Amma xoş, bərhal daxili İran cürgənir. Amma əgər biz vardatın qabağına açaq, nə tənə vardatın qabağına açaq? O bizi çərxanalara, böyük maşın çərxanalarına, məsələn, indi maşın deyirəm, tamamı ləvazım büzürdür. Böyük maşın çərxanalarına deyək, gəlin İranda da montaj edin, İranda da çərxana qoşun. Onda bir yol deyək ki, Saypa, sən indi Ferrari'nin şirkəti ilə rəqabət elə. Sən bax Ferrari maşınlarına onlardan qəşəng cürgə. Onda bir yol Saypa da cəhanı brend olar. Yox, bir dana aşqal cürgəyən brend. Pəs, nəticə budur. Bu ki, Çin indi bura yetişibdir. Əvvəldə boyun əyibdir, sonra boyun qozuyubdur. İmkanı yoxdur bir keşvər əbəlqüdrət ola, əvvəldən bu boyun qozuya, yox. Hətta İngilis özü əvvəldə neçələrin qabağında boyun əyib, sonra boyun qozuyub. Amerika özü İngilisin qabağında boyun əyib, sonra boyun qozuyubdur. Çin həmin bu rədiflə gedirik qabağa. İndi bizdə ta boyun əyməmişik, boyun qozuyanmırıq. Bizim iştibahımız da Çinə boyun əyirik. Çin ki bir dana çərxanalarından gətirib burada montaj cürgəmir. Çin ki hər nə eləyirik, hələ fələn bu işi bizə görmür. Fəqət iz satıram, tərrasını satıram. Gəl bu apar. Əgər doğrudan Çin bizim yoldaşımız olsaydı, Çin ya Rusiya, indi bir dana İranın içərisində bizim da çərxana varımız idi ki, Çinin cinsləri orada montaj olurdu. Və biz o çərxanalara rəqabət eləyəcəkdik. Və baş olacaq ki, biz iqtisadımız pişrəft eləsin. Çünki Çin bilir, Çin özü bu siyasətlə pişrəft eləyibdir. Bilir ki, əgər bu işi görsə biz Çindən keçəcəyik qabağa, heç vaxt heç çərxana yollamır bizim keşvərə.